Mustafa telefon xəttindədir. Mustafa, Bəli. bugün sən əmin bilirsən ki, bir ananın taleyi sənin əlindədir. Mənim xalam qızı Aynurdan mənə zəng gəlib. Ki, bəs qardaşım, vəziyyətim budur, məni öldürürlər. Bir dəqiqə, Mustafa, sənə bir sual verim. Sən o xalan qızını, Bəli, buyurun. həyat yoldaşını tanıyırdın, evinə gedib gəlirdin, onlar sizə gedib gəlirdi. Yox, mən... Yəni, Əlvanı tanıyırdın, Salam Məlikimin var idi. Bəli, Salam Məlikimin var. Belə Əlvanın özündən bir dəfə, lap köhnədən də bir dəfə Aynur o evdən qaçmışdı, yenə dalaşmaq üstündə qaçmışdı. Onda bir dəfə onun yoldaşı ilə də danışmışam, demişəm ki, bunu etməyin. Hətta o vaxtı uşaq Aynurdaydı. Demişəm ki, Aynur Danışıq da səndən, deyib ki, ailəndir, dağıtmayın ailənizi. 5-6. Axşamüstü 5-6'dır. Mənə zəng edib ki, bu vəziyyətdəyim. Mən də gedib onu gəlib, mən gedib onu yola salmışam anasının evinə. Mən getmişəm işimə, onu da... Bəs yaxşı, tamam Mustafa, mən sənə inandım. Ananın evinə yola salmısansa, ana niyə gedib 102-yə zəng edib, gəlib kişinin tövləsini axtarıbdır? Onların sən getdiyi gün Aynur'un evdən getdiyi gündür. Hə də, Aynur'un evdən getdiyi 2 gün sonra bilib, ana özü bu efirdə dedi ki, 2-3 gün sonra mən bildim ki, mənim bacımın... Mən Aynur üzr istəyirəm. Aynur özü də oradadır, sual da verə bilərsiniz. Mən Aynur nəsə dəvə dedim ki, yığım evinizə deyim. Əvvəl hələ dedim ki, gəl səni qaytarım qaynanıqlə. Dedi ki, onu öldürürlər. Mən öldürəcəklər, axırıma çıxacaqlar, belə elə. Ondan sonra dedim anaya Yaxşı, sizin evə gəlmişdi. Niyə anaya zəng eləyib demədin ki, narahat olma, qızım buradadır? Hə? Mustafa, biz danışacaq. Mən indi səninlə görüşmək istəyirəm. Yox, Mustafa, bilirsən, belə olmayacaqdır. Biz səninlə görüşəcəyik.